Və Allah Adəmə və hər biri bir Adəm olan insana bütün isimləri, Əl-Əsmaül Hüsnanı təlim edib öyrətdi. Sonra o, təcəlli etdiyi əsmaları mələklərə təqdim edib. Əgər doğru danışanlarsınızsa, onda bunların isimlərini mənə xəbər verin, buyurdu. Sən subhansan, hər cür nöqsandan münəzzəhsən, ya Rəbbi. Sənin bizə öyrətdiyindən başqa bizim heç bir elmimiz yoxdur. Şübhəsiz ki, sən alimsən, həkimsən. Hər şeyi, hər kəsi bilən və hər işində hikmət və xeyir olansan, dedilər. Bunun üzərinə Allah, ey Adəm, o əsmaların isimlərini bu mələklərə xəbər ver, buyurdu. Adəm, o əsmaların isimlərini onlara xəbər verincə Allah, mən sizə göylərin və yerin qeybini, sizə görünməyən bütün sirləri mütləq mən bilirəm. Yenə açıra vurduqlarınızı da, gizli tutduqlarınızı da ancaq mən bilirəm demədimmi, buyurdu.